Seyitli Kənd Soveti Ruslanın təşkilatçılığı ilə yığışmışıq bura. Bizim Ağdamı qoruyan şəhid qardaşlarımız, bacılarımız buradaydı. Onları ziyarət elədik. Uzundərədə şəhidlər xiyabanımızı ziyarət elədik. Bir kənd olaraq, kənd cəmaatı olaraq bir yerə yığışdıq. Böyüklərimizi gördük, kiçiklərimizi gördük. Təşkilatçılara, Nizat Sənin özünə təşəkkür edirəm. Elə bu insanları görmək, hamı anası ilə, bacısı ilə, evlatları ilə gəlib, keçmiş kənd cəmaatımızın bir-birini tanıması, gənc nəslin bir-birini tanıması bu çox yaxşı bir şeydir. Təşəbbüskarlara da çox sağ ol deyirəm. Həm də onu demək istəyirəm ki, bugün bu Seyitli cəmaatının bura yığışmasına səbəbkar başda Ali Baş Komandanımız 2883 şəhidimizin və Azərbaycan Silahlı Qüvvələrinin əməyi ilə bura gəlmişik. Allah şəhidlərimizə rəhmət eləsin. Allah komandanımızı qorusun. Allah cəmaatımızı qorusun. Seyidlinin bünövrəsində, Seyidlinin kökündə gözəl ağsaqqallar olub. Seyidlinin təməlin qoyan ağsaqqallar olub. Həmən ağsaqqalların hesabına bu yaranmış, bu insanlar, bu yaranmış, bu ordu yarananda bax bu yiğitlərin hamısı o kökü var, bunların kökü var. Elə belə deyil bunların əmələ gəlməyi. Mən onu demək istəyirəm ki, Seyidli cəmaatı, Seyid Sarazılı cəmaatı həmişə biri olub. Bütün işlərdə, bütün tədbirlərdə həmişə öndə olublar. Allah hamısının canını sağ eləsin, şəhidlərimizə rəhmət. Seyidli Sarazılı cəmaatı, o deyir o dostu, yoldaşı harda sınamaq lazım? Dar gündə. Vətənin dar günündə Seyidli cəmaatı, Sarazılı cəmaatı durdu qabağa, sözlərini dedilər. Şəhidlərin sayı ilə sözlərini dedilər. Qazilərinin sayı ilə sözlərini dedilər. Veteranların sayı ilə öz sözlərini dedilər. Yəni bunu sadalamağa ehtiyac yoxdur. Bütün hamısı bir heylə sayda şəhid vermək elə belə şey deyil. Kiməsə hasant gələ bilər, kimsə deyə bilər, nəysə. Amma o hər bir evin dağılmağıdır, hər bir balanın yərsiz qalmağıdır, hər bir ananın balasız qalmağıdır, hər bir uşağın atasız qalmağıdır. Ona görə də biz heç bir vaxt nə şəhidlərimizi unutmamalıyıq, unutmayacaq da inşallah, inşallah. Yəni Telman qardaşım, mən bu arada o unutmarıq deyəndə o Milli Ordunun ilk yaranışı vaxtı Şirin Mirzəyev gələn vaxtı siz olmusunuz. Bir də Kərim Cəlilov, yəni onu siz köhnədən iş yoldaşı olduğunuza görə sizi tanımışdı, bir yerdə olmuşsunuz. Və o Milli Ordunun formalaşmasında ilk olaraq onu yanım. Mən istərdim elə o devirə qayıdaq, həm də elə bugün Kərim qardaşımız dünyasını dəyişib. Allah rəhmət eləsin. Çox sağ ol. Sağ ol qardaş. Mənim ömrü boyu ürəyimdədir. Kərim mənim qardaşımdır o. Yəni onu hamı elə bilirdi ki, biz qardaşlıqda olmaq elə bilirlər. Allah şəhid şəhidlərim hamısına yenə rəhmət eləsin. Avqust ayında komandirimiz gələndə, Ağdama gələndə Kərimlə bir yerdə mən bu gün çox təəssüflənirəm ki, Kərim bizim aramızda deyil. O cümlədən o biri şəhidli qardaşlarımız. Başladığı yer Kərimin yanından məni sarılar və Seyidli klubuna yığışanda o qədər ruh yüksəkliyi oldu ki bizim komandirdəki. Bunlarla Seyidli cəmaatını mən nə isə eləyə bilərəm. Həddindən çox mən o günü unuda bilmərəm. Çünki hələ Şirin Mirzəyevdən qabaq Seyiddə dayaq dəstələri vardı. Tək Seyiddə yox, çox kəndlərimizdə dayaq dəstələri var idi. Oradakı olan o bizim Seyidli cəmaatının ruh yüksəkliyini görəndə qayıtdı ki, mən burada bir iş görə biləcəyik inşallah, Allahın köməyi ilə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Mən istərəm ki, bu arada bax, Kərim qardaşımızın davamçısı olan Nizat buradadır. O, atası 90-cı illərdə canı dildən müharibədə iştirak elədi və mən istərdim ki, yəni sizin də ürəyinizdə olar ki, Kərimin oğlu Nizat bu günlərin burada olmuşkən onun da bir ürək sözlərini eşitək. Həm atasından eşitdiklərini, həm də özünün bu 20-ci ildə keçdiyi müharibə yolundan elə eşitsək daha yaxşı.
Buyur. Hər birinizi salamlayıram. İlk öncə şəhidlərimizə Allahdan rəhmət edirəm. Bizdə irsəndir. Bizim cəmaatımızda, Seyidli cəmaatında döyüşən ruh irsəndir. Elə bir torpaqlar hüquq nədir? Hamıda var. Yəni tək məndə, onda, ofisində yox, elə bütün cəmaatımızda var. Müharibə də başlayanda atam Kərim Cəlilov mənə dedi ki, Vətən müharibəsi başlayanda. Dedim, baba, gəldim, dedi, müharibəyə hazırlaş. Dedim, mən özüm ərizə vermişdim, müraciət eləmişdim. Dedi, getməsə mənim oğlum dölsən. Bu sözü dedi, dedim, babacı ərizəni vermişəm. İndi mən bura gəlmişəm, çox istəyərdim ki, mənim atam da burada olsun, sağ olsun. Çünki onun arzusuydu. Onun dostları, silahdaşları buradadır. Mən də onların yanında, mən onlarla fəxr edirəm. Mən sizlərlə fəxr edirəm ki, mənim atam Rəhmətli Kərimin fikri idi ki, burada yığışmaq. Allah hər birinizə sağlığı versin. Kamil, çox sağ ol ki, bu tədbiri təşkil eləmişsən, bu sakinlərimizi, kəndçilərimizi yığmışsan bura. Mən də çoxunuzu tanımasam da burada tanıdım. Hər birinizə çox sağ olun deyirəm ki, yəni bura gəlmişsiniz, bugün burada iştirak edirsiniz. Kamil, bir daha təşəkkür edirəm. Sağ ol, qadan olun. Sağ ol. Ümumiyyətcə cəmaatımızın, yəni bax belə aktiv olub bu xiyabanları ziyarət eləməyimiz lazımdır. Niyə? Çünki bax bu gün səhər şəhid anası orada televiziyada baxanda görəcəklər, onun oğlunu ziyarət edirlər. O bilsən nə qədər fəxr edəcəkdir ondan. Bu gün də bizim öz növbəmiz burada yatan qardaşlarımıza Allah rəhmət eləsin. Hamısına. Bilsən, bunlar vaxtında sözün deyib, o torpağın altına öz canlarını fəda edən oğlanlarımızdır. Bu gün də bizim borcumuzdur belə qardaşlarımızı İlham kimi, Amil kimi, Vüqar kimi, Allahverdi Bağırov kimi, Fired Asif kimi, digər Rövşən, Pekar Rövşən kimi, Natiq Camalov kimi, Fəxrəddin Mamedov kimi, Hidayət İbrahimov kimi, Marif kimi, Səyyaf kimi, Tankit Səyyaf kimi bizim qardaşlarımız şəhid olub. Allah onlar dar yerdə, dar macalda mühasirəyə düşərək özlərini qurban verib bu vətən yolunda. Bizim də borcumuz odur ki, bu günlərim biz yad eləyək. Biz bura gəlməmiz, bir gün yığışıb gəlmişik. Bu bizim fikrimiz, döyüşçü qardaşlarımızın fikridir hamısının. İstər Telmanın, istər Rafiqin, Bəhruzun, Cabir müəllimin, yəni Teymur qardaşımızın, hamımızın fikrimizdir. Yəni bu Rəhman qardaşımız, rəhmətli İlhamın qardaşı, hamısı ilə məsləhətləşirib ki, bizim borcumuzun bunu eləməliyik. Çünki biz bunu yad eləcəksə özümüz də rahat olacağıq. Yad eləməmişdə biz qıraqlaşacağıq, qıraq düşəcəyik. Ona görə də biz şəhidlərimizi daimi başımız üstə tutmalıyıq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah sizlərə can sağlığı versin. Şəhidlərimizə qəni-qəni. Bugünkü gün bəxtlidir, çox əziz gündür. Həm həyəcanlı gündür. Sən də gəl bax. Bu günlər ilk dəfədir ki, bu işğalda azad olunmuş, işğalda azad olunmuş Ağdamımız, Qarabağımız, Allah Taala nəsib eləsin bütün bu işğaldan azad olunmuş yerlərimizin hamısına gözəl yaşayış qismət eləsin, evlər tikilsin, yaşayış əvvəlkindən də qat-qat yaxşı olsun. Bu şəhidlərimiz ona görə can verdilər ki, ona görə şəhid oldular ki, bizim gələcək nəsil, bizim millətimiz yaşasın, artsın, dünyaya səs salsın. Mən bu günləri deyim ki, Ağdam şəhidləri belə, Seyit şəhidləri belə, nə bilim, hansısa rayon yox. Sadəcə olaraq bu qardaşlar bizim silahdaşlarımızdır, bir yerdə döyüşdüyümüz qardaşlardır. Yəni Allah yenə cəm şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah bunların ruhlarını şad eləsin. Rəhmətli Kərim komandirin döyüşçüsüydü, İlham qardaşımız, İlqar qardaşımız. Allah hər birinə qəni-qəni rəhmət eləsin. Deməli, 2 nəfərin adını çəkəndə onun biri bizim şəhid qardaşımızdır. Bizim üçün yəni bugünkü gündə danışmaq da çox çətindir. Yəni insanlar biri var kimdənsə eşidə, kiminsə ağzından nəsə eşidə. Amma biz bunun canlı hamısını yaşamışıq. Allah
hər birinə min rəhmət eləsin. İlham qardaşımız mina təmizləyən idi. Yəni bunlar o minanı təmizləməsələr məlum məsələdir ki, irəli getmək mümkünsüz idi. Nə kəşfiyyatımız, nə piyada qoşunumuz, nə də ki, texnikamız. Allah qəni-qəni rəhmət eləsin. Allah hamısının ruhunu şad eləsin. Allah, yenə deyirəm, bunların ruhun bugünkü gündə ona görə şaddır ki, Ali Başkomandan, Allah bütün ordumuzun, bütün bu bugünkü gündə hərbi işlərdən nə qədər ki, insanlarımız var, oğullarımız var. Onlar ki, bu sevinci, bu xoşbəxtçiliyi ki, bizə yaşatdılar. Mən elə biləm ki, elə şəhidlərimizin də ruhu şaddır. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Ali Başkomandanımıza can sağlığı versin. Allah ordumuzu, millətimizi qorusun. Çox sağ olun, təşəkkür eləyirəm. Mən bu arada bir məsələni deyim ki, bax bu torpaqlarımızın azad olunmasında bugünkü bizi, bu günləri bizə bəxş edən bu şəhidlərimizin qarşısında biz hər birimiz öz ehtiramımızı bildiririk və bu döyüşlərdə iştirak eləyib, bu torpaqların alınmasında iştirak eləyən bir qardaşımız, Amil qardaşımız buradadır. Mən istərdim o da ürək sözünü desin. Mən həmişə deyirəm, bu 1-ci Qarabağ döyüşçüləri, yəni başda şəhidlərimiz də əlbəttə ki, torpaq itirsək də 80% qoruyub saxlayan şəhidlərimiz, qəhrəman oğullarımız olub. Bugün bura qayıtma səbəbimiz də 2020-ci ildəki gənc şəhidlərimiz olub. Allah hamısının məkanını cənnət eləsin. Allah komandanımızı qorusun. Şəhidlərimizə rəhmət eləsin. Allah silahlı qüvvələrimizi qorusun. Burayı yığışmağa təşəbbüskar olan elə biri öz qardaşım Şamilə təşəkkür edirəm, Ruslan müəllimə təşəkkür edirəm. Seyidinin uşaq vaxtı mən gördüyüm 40 yaşında insanlar vardı ki, indi 80 yaşında çəli ilə gördüm bura. Respublikanın hər rayonundan gəlib Seyidli cəmaatı bura. O cəmaata çox sağ ol deyirəm. Sizə də Şakir müəllim sağ ol deyirəm. 90-cı ildən bu yana sən həqiqətən əziyyət çəkmişsən. Ən ağır nöqtələrdə döyüşçülərimizi təqdim eləmişsiniz. Nicat, sənə də təşəkkür edirəm. Və hörmətli izləyicilər, diqqətinizə çatdırım ki, Əbilov qardaşları 3 qardaş bu Qarabağ müharibəsində döyüşüblər, qazi olublar və qəhrəmanlıq göstərdilər. Sizlər də sağ olun. Sağ olun, var şəhidlərimizə Allah rəhmət eləsin. Bu gün İlham qardaşımızı yad elədi, Etibar İlqar qardaşı. Çünki bunlar ən başımızın tacı bunlardır. Çünki bunlarla nəfəs allıq biz. Ona görə ki, bunlar olmasa bu torpaq da olmayacaqdı. Allah cəm şəhidlərimizə rəhmət eləsin.